Bünyanun Marsus, sarsılmaz sədd mənasını verən bu ifadə Qurandakı Saf surəsindən götürülüb. Pakistan bu cür adlandırdığı əməliyyatın Hindistanın təcavüzünə cavab olaraq həyata keçirildiyini açıqlayıb. Ordunun İctimaiyyətlə Əlaqələr Xidmətinin yaydığı məlumata görə Hindistanın aviabazaları, hipersəsli raket ambarı və aerodromu vurulub. Pakistan mediası xəbər verir ki, ümumilikdə Hindistanda 25 hədəfə, o cümlədən Adampurda S-400 sisteminə zərbələr endirilib. Dehli S-400 zenit raket kompleksinin vurulması xəbərini təkzib edib. Pakistan tərəfi Hindistanın enerji sisteminin 70%-nin sıradan çıxarıldığını bildirir. Hərbi əməliyyatlar Pakistan ordusunun rəsmi nümayəndəsi Əhməd Şərif Çoudri Hindistanın ölkənin 3 aviabazasına raket zərbələri indirdiyini açıqlayandan bir saat sonra başlayıb. Təcavüzə qısa zamanda cavab veriləcəyini deyən Çoudri bildirib ki, Hindistanın buraxdığı raketlərin əksəriyyətini Pakistan hava hücumundan müdafiə qüvvələri vurub. Pakistan hərbi hava qüvvələrinin bazaları Hindistanın raket hücumuna məruz qalıb. Raketlərin əksəriyyəti Pakistan silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. İlkin məlumata görə vurulmamış az sayda raket Pakistan hava qüvvələrinin uçuş aparatlarına heç bir zərər verməyib. Çoudri ölkə əhalisini əmin edib ki, Pakistan silahlı qüvvələri ayıq-sayıqdır və hücumların qarşısını alır. Pakistan ordusu yüksək hazırlıq vəziyyətindədir və Hindistan ərazisinə yalnız müdafiə tədbirləri çərçivəsində cavab zərbələri indirir. Bu açıqlama ilə isə Pakistan Baş nazirinin müavini, Xarici İşlər naziri İshaq Dar çıxış edir. Nazir beynəlxalq ictimaiyyəti öz səhvlərini dərk etməsi üçün Hindistana təzyiq göstərməyə çağırıb. Fərda Abbasova, ASTV Xəbər.